Salam əziz izləyicilər. Bildiyiniz kimi subbakalavrların qeydiyyatı başlayıb. Bəs subbakalavrlar necə qeydiyyatdan keçməlidir? Gəlin baxaq. Öncə Dövlət İmtahan Mərkəzinin rəsmi saytına daxil olursunuz. Burada gördüyünüz kimi subbakalavrların elektron ərizəsi var. Bura daxil oluruq və belə bir pəncərə bizim qarşımıza çıxır. Bilirsiniz ki, qeydiyyat prosesi hazırda aktivdir və iyul ayının 10-na qədər qeydiyyat prosesi davam edəcək. Qeydiyyatdan keçmək üçün ilk öncə burada istifadəçi adı, yəni öz fin kodunuzu yazırsınız. Daha sonra davam et düyməsinə tıklayırsınız. Qeyd edim ki, əgər siz bu yaxınlarda şifrəni yeniləməmisinizsə, bilirsiniz ki, Dövlət İmtahan Mərkəzi bizə təhlükəsizlik tədbirlərlə bağlı şifrəmizi yeniləməyi tövsiyə edir. Burada sizə xəbərdarlıq gələcək və siz şəxsi kabinetə yönləndiriləcəksiniz ki, şəxsi kabinetə daxil olub orada şifrənizi dəyişməyiniz tövsiyə olunur. Şifrəni necə dəyişmək lazımdır? Bundan öncəki videoda izah etmişəm. Daxil olub baxa bilərsiniz. Şifrəni yenilədikdən sonra və yaxud da yeni şifrə təyin etdikdən sonra burada şifrənizi yazırsınız. Daha sonra daxil olursunuz və gördüyünüz kimi burada sizin subbakalavr təhsil almanız haqqında məhz sənəd öz əksini tapır. Və burada oxuduğunuz təhsil müəssisəsi, bitirdiyiniz il, həmçinin ixtisas kodunuz qeyd olunur. Həmin ixtisas koduna uyğun siz ali təhsil müəssisələrində ixtisaslar seçə bilərsiniz ona uyğun. Həmçinin ümumi ortalama balınız, bölmə və orta attestat balı falan, yəni hamısı burada qeyd olunub. Siz bura gəldikdən sonra sadəcə burada görürsünüz, sağda təsdiq et düyməsi var və bunun üzərinə tıklayırsınız. Əməliyyat uğurla başa çatdı, bağla. Və bununla da proses başa çatır və siz artıq öz ərizənizi təsdiqləmişsiniz. Sadəcə gözləməlisiniz və avqust ayında ixtisas seçimi zamanı məhz abituriyentlərlə bərabər ixtisas seçimində iştirak edə bilərsiniz. Əlavə sualınız varsa, rəy bölməsində qeyd edə bilərsiniz. Sağ olun, sağlıqla qalın.